adlı tədbirdə 2016-cı ilin şanlı aprel döyüşlərində canlı vətənə fəda edən şəhidlərimizi ehtiramla yad edirik. Aprel döyüşləri xalqımızın yaddaşında yalnız bir müharibə deyil, milli ruhun oyanışı idi. 2016-cı ilin aprel ayında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş verən qısa, lakin çox mühüm hərbi qarşıdurma baş vermişdir. Bu döyüşlər Azərbaycan ordusunun gücünü, peşəkarlığını və döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Cəbhənin müxtəlif istiqamətlərində aparılan uğurlu əməliyyatlar nəticəsində Azərbaycan ordusu bir sıra stratejik yüksəklikləri və əraziləri azad etdi. Aprel döyüşləri xalqımızın öz ordusuna olan inamını daha da gücləndirdi və gələcəkdəki böyük zəfərin təməlini qoydu. 2016-cı ilin aprel döyüşləri sadəcə bir hərbi uğur deyil. Bu, xalqımızın ruhunun oyanışı, ordumuzun gücünün ilk böyük sınağı idi. Ali Başkomandan Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin qətiyyəti, xalq və ordu birliyi ilə bu yol davam etdi. Onun rəhbərliyi ilə Azərbaycan ordusu gücləndi, xalqın birliyi daha da möhkəmləndi və nəticədə 44 günlük vətən müharibəsində şanlı zəfər əldə olundu. Aprel döyüşlərində başlayan bu yol 2020-ci ildə 44 günlük vətən müharibəsində möhtəşəm zəfərlə nəticələndi. Bu zəfərin təməlində aprel döyüşlərində canlı fəda edən igidlərimizin ruhu dayanır. Onların başladığı yol zəfərlə tamamlandı. Amma bu yol heç vaxt bitməyəcək. Çünki bu yol vətəndir. Yaşasın müstəqil Azərbaycan Respublikası. Xoş gördük sizləri, hörmətli şəhid anaları, şəhid ailə üzvləri, qazilərimiz, veteranlarımız, hörmətli millət vəkilləri, şəhərimizin qonaqları və əziz Sumqayıtlılar. Gəlin bu məqamda ümumilikdə 30 il ərzində canlarını vətən yolunda fəda edən əziz şəhidlərimizin xatirəsini bir dəqiqəli sükutla yad edək. Dünya Azərbaycan ordusunun gücünə ilk dəfə aprel döyüşlərində şahidlik etdi. 2016-cı ilin aprel ayının əvvəllərində Azərbaycanın ön fəth mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əksərli edərək düşmən təxribatının qarşısını aldı. Aprelin birindən ikisinə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan bölgələri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı. Bunun nəticəsində dinc sakinlərdən ikisi öldü, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarəti aldı.
Hücumun qarşısının alınması məqsədi ilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən Ağdərə, Tərtər, Ağdam və Xocavənd Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildi. Nəticədə ermənilərə məxsus 6 ədəd tank, 15 ədəd artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edildi. O cümlədən 100-dən çox hərbi qulluqçusu öldü və yaralandı. Döyüş nəticəsində Goranboy rayonu və Naxçıvan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysuan məntəqəsi erməni qüvvələrindən tam təmizləndi. Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Dələtəpə adlandırılan yüksəklik də Azərbaycan qüvvələrinin nəzarətini keçdi. 2 aprel 2016-cı ildə Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş ərazilərimizdə düşmənə qarşı əks-səmrə əməliyyatını və cavab tədbirlərini saat 15-dən başlayaraq bir tərəfli qaydada dayandırmaq barədə qərar qəbul etdi. Azərbaycan tərəfinin razılığa əməl etməsindən istifadə edən qarşı tərəf Ermənistandan işğal altında olan ərazilərə əlavə hərbi qüvvə cəmləşdirməklə işğaldan azad edilən bölgələrin geri qaytarılmasına cəhd göstərdi. Nəticədə ona yaxın tank, həmçinin canlı qüvvə sağlayan xeyli itki verdi. Aprelin 3-dən başlayaraq Azərbaycan Silahlı Qüvvələri cəbhə xəttində bir tərəfli qaydada düşmənə qarşı əks-səmrə əməliyyatını və cavab tədbirlərini dayandırdığına yalan etsə də, qarşı tərəfin buna məhəl qoymaması döyüşlərin davam etməsinə gətirib çıxardı. Nəticədə erməni tərəfi yenə çox sayda itkilər verdi və Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Nadagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi. Aprelin 4-də axşam saatlarında və aprelin 5-nə keçən gecə bütün cəbhə boyu vəziyyət gərgin olaraq qaldı. Cəbhə xəttinin Xocavənd, Füzuli və Ağdərə, Tərtər istiqamətlərində itirilmiş bölgələrin geri alınması üçün Ermənistan tərəfi qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutmaqda davam etdi. Bu istiqamətdə düşmənin strateji baxımından əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazanın qərargahı dəqiq zərbələrlə dağıldı. Talış kəndi ətrafındakı adsız yüksəkliklər, Cəbrayıl rayonunun Dələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Suqovşan kəndi istiqamətində bəzi strateji mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri, Ohanyan səddi mifi alt-üst edildi. Eyni zamanda aprel döyüşləri əvvəlki yanaşmaların köhnəlmiş olduğunu göstərdi. Ermənilər hesab edirlər ki, onların mühəndis istehkam qurğularını yarmaq mümkünsüzdür. Aprel döyüşləri göstərdi ki, yeni taktiki yollardan və hərbi əməliyyatların aparılmasının yeni üsullarından istifadə etməklə bunu etmək mümkündür. Aprelin 4-də Ermənistan ordusu itirilmiş mövqeləri geri almaq məqsədi ilə cəbhənin əsasən Ağdərə, Tərtər və Xocavənd, Füzuli istiqamətlərində mövqelərimizə yenidən hücum edərək təmas xəttinə yaxın yaşayış məntəqələrimizi atəşə tutsa da məkirli məqsədinə nail ola bilmədi. Hazırlıqlı bölmələrimiz tərəfindən düşmənin strateji baxımdan əhəmiyyətli Suqovşan məntəqəsindəki hərbi bazasının qərargahına və erməni könüllülərini daşıyan avtobusa adekvat zərbələr edildi. Ermənistan Silahlı Qüvvələrinin digər yaşayış məntəqələrindən hərəkətə gətirmək istədiyi ehtiyat qüvvələri bölmələrimiz tərəfindən önləyici zərbələrlə darmadağın edildi. Həmin döyüşlərdə düşmənin 30 ədəd tankı və digər zirehli texnikası, 25-dən çox artilleriya qurğusu sıradan çıxarıldı, xeyli sayda canlı qüvvəsi məhv edildi. Şanlı döyüşlər zamanı əldə olan bu qələbə milli ordumuzun qüdrətini, xalqımızın iradəsini və mətanətini göstərdi. Aprel döyüşləri Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsində ordumuzun artan imkanlarını nümayiş etdirdi. Azərbaycan ordusu 4 günlük aprel döyüşləri ilə xalqımıza qələbə sevincini yaşatdı və bu qələbə 4 il sonraki tarixi zəfərimizin əsas müjdəçisi oldu. Ordumuzun aprelin 4 günündə əldə etdiyi qələbəsi, strateji yüksəklikləri ələ keçirməsi 44 günlük vətən müharibəsində hərbi əməliyyatların uğurla aparılmasına zəmin yaradı. Sentyabr 27-sində düşmənin növbəti geniş miqyaslı təxribatına cavab olaraq
Ordumuz Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin rəhbərliyi altında əks-hücum əməliyyatına başladı. Azərbaycan Müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi. Ermənistanı məğlub etdi. Mən Ali Başkomandan kimi əmr verdim ki, Azərbaycan əskəri Azərbaycan istədiyinə nail oldu, ədaləti bərpa etdi. Bugün biz qəhrəman xalq kimi bu bayramı verirdik. Bugün bütün dünya görür ki, Qarabağ Azərbaycandır. Hacı Axundovun anası Ceyran Həsənova. Buyurun. Əziz qonaqlar, hörmətli rəsmilər, millət vəkilləri və çox dəyərli şəhid ailələri, qazilərimiz. Hər birinizi şəhid anlarına dəstək ictimai birliyi adından Azərbaycanın şanlı zəfər tarixinin qələbələrindən biri olan Aprel döyüşlərinin 10 illiyinə həsr olmuş tədbirdə sizləri xoş gördük. 10 il bundan öncə elə həmin bugün Aprelin 1-dən X-inə keçən gecə düşmən təxribatının qarşısı alınarkən döyüşlər elə o gündən başlandı. 4 gün davam edən bu döyüşlər xalqımızın yenilməzliyini, xalqımızın məğlubluğunun nümayişi oldu. Eyni zamanda silahlı qüvvələrimizin hansı imkanlara, hansı gücə, qüdrətə malik olmağını bir daha nümayiş etdirdi. Bəli, Aprel döyüşləri şanlı zəfərimizin başlanğıcı kimi tariximizə düşdü. 16-cı ilin Aprel döyüşlərindən 4 gün davam edən Aprel döyüşləri 2020-ci ilin 44 günlük vətən müharibəsi ilə zəfərimizlə başa çatdı. 2023-cü ildə isə antiterror əməliyyatları zamanı ərazi bütövlüyümüz və dövlət suverenliyimiz tamamilə bərpa olundu. Bu qələbənin əldə olunmasında təbii ki, bizim şəhidlərimizin, qəhrəman oğullarımızın misilsiz rolu oldu. Bugünkü tədbirimizdə bizim alnı açıq, qürurlu şəhid ailələrimiz iştirak edir. Azərbaycanın müxtəlif bölgələrindən uzaq məsafəni qət edərək, evlatlarının xatirəsini əziz tutaraq, onların şərəfinə təşkil olmuş tədbirdə iştirak etməyi özünə borc bilən şəhid ailələrinin hər birinə mən öz təşəkkürümü bildirirəm. Və bu şəhid ailələrini, eyni zamanda bizim qəhrəman qazi oğullarımız var ki, öz sağlamlıqlarını vətən uğrunda qurban verirlər. Əziz tədbir iştirakçıları, mən çox uzun danışmaq istəmirəm, çünki tədbirin də bir reglamenti var, amma tədbirdə söz deyən qonaqlarımız var. Əsas çıxışı onları verəcəyik və tədbirimiz geniş proqramla davam edəcək və mən bu arada bizə bu şərəfli, şöhrətli yaşadan qəhrəman şəhidlərimizin valideynlərini, şəhid analarını, şəhid evlatlarını, şəhid atalarını, eyni zamanda qəhrəman qazi oğlanlarımızı, oğullarımızı alqışlamanızı xahiş edirəm. Əlbəttə, biz bugün onların, şəhid balalarımızın ruhu qarşısında baş əydik. Şəhid analarına dəstək ictimai birliyi artıq neçə ildir ki, fəaliyyətə başlayıb. Son bu 5 il ərzində öz fəaliyyətində şəhidlərin əziz xatirəsinə həsr olmuş çoxlu sayda tədbirlərin iştirakçısı, təşkilatçısı olur. Və bundan sonra da şəhid analarına dəstək ictimai birliyi olaraq şəhidlərimizin əziz xatirəsini daim əziz tutacaq, onları unutmağa heç bir zaman qoymayacaq. Bugün tədbirimizdə eyni zamanda Sumqayıt Dövlət Universitetinin Texniki Kollecinin tələbə və müəllim heyəti də iştirak edir və mən buradan onlara da öz təşəkkürümü bildirirəm. Ümumiyyətlə, şəhərin bütün ictimaiyyətinə hansı ki, dəvətimizi qəbul edib gəldiyiniz üçün hər birinizə təşəkkür edirəm. Və bugünkü gəncliyimizə sözüm budur ki, Azərbaycanın o qəhrəman oğulları canlarını qurban verərək Azərbaycanı, bütün Azərbaycanı sizlərə əmanət etdi. Onu qorumaq da sizlərin borcudur. Əziz gənclərimiz, Azərbaycanımızı sevin, Azərbaycanımızı hər zaman qoruyun, Azərbaycanın bayrağını
hər yerdə qürurla dalğalandırın və onu qürurla təmsil edin. Yaşasın Azərbaycan xalqı, yaşasın bizim dövlətimiz. Bir daha müharibə olmasın, bir daha şəhid xəbəri gəlməsin. Mən bunu arzulayıram Azərbaycanımıza. Azərbaycanı necə ki bizim milli liderimiz demiş, biz fəxr edirik və mən fəxr edirəm ki, Azərbaycanlıyam. Çox sağ olun, diqqətinizə görə təşəkkür edirəm. Söz verilir Sumqayıt Şəhər İcra Hakimiyyətinin əməkdaşı, hörmətli Fərman Kəzimova. Fərman müəllim, xoş gəldiniz, buyurun. Hörmətli millət vəkilləri, hörmətli tədbir iştirakçıları, əziz şəhid ailəsinin üzvləri, qəhrəman qazi qardaşlarımız, hər birinizi Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi adından salamlayıram. Şəhərimizə təşrif buyurmuş bütün qonaqlara xoş gəlmişsiniz deyirəm. Azərbaycan tarixinin hər səhifəsi şəhid qanuna hopmuş, hər səhifəsi qəhrəman şəhidlərimizin belə də qanı ilə yazılmışdır. Elə biz dünən xalqımızın tıkan yaddaşında bir böyük bir səhifəni, böyük bir sistemi təşkil edən 31 Mart Azərbaycanlıların soyqırımını qeyd elədik. Yəni, tarix elə gətirib ki, erməni kimi bir məhkəmli toplumla, vəhşi bir toplumla zorla qonşuluq edilmişik. Yəni, bizim qonşuluğumuz da təbii amillərə sökənməyib, böyük dövlətlərin dəstəyi ilə, müxtəlif siyasi oyunların nəticəsi olaraq ermənilər bizim tarixi dərəba torpaqlarımıza köçürdü və o tarixi torpaqlarımıza köçdüyü anlardan başlayaraq xalqımızın müxtəlif zamanlarda faciələri baş verir, xalqımıza qarşı zaman-zaman soyqırım proseslərini həyata keçirir. Və bu proseslər həm müstəqilliyin ilk illərində yenidən baş verir, torpaqlarımız işğal oldu, minlərlə oğul qızlarımız şəhid olur, itkin düşürdü. Və burada qeyd olunduğu kimi, Zeyran xanım da qeyd elədiyi kimi, aprel döyüşləri xalqımızın tarixində, xüsusən ateşkəs dövründən sonra Ulu Öndər Heydər Əliyevlə başlayan və möhtərəm prezidentimiz Müzəffər Ali Başkanında İlham Əliyevlə davam etdirilən Azərbaycanda ordu quruculuğu prosesinin Cəbhə bölgəsində, döyüş meydanında məhz bir növ təsdiqi sübutu oldu. O bir neçə gün davam edən döyüşlər Azərbaycan ordusunun, Azərbaycan qəhrəman ordusunun nəyə qadir olduğunu, Azərbaycan dövlətinin nəyə qadir olduğunu göstərdi. Təbii ki, döyüşlər içsiz olmur və bu döyüşlərdə də xalqımız şəhidlər verdi, analarımızın gözləri yaşlı qaldı, övladların atasız qaldı və bu proses belə də xalqımızda özünə inamı, orduya inamı bir daha gücləndirdi və qeyd olduğu kimi 44 gün davam edən və sonraki 2023-cü ildə bir gün davam edən antiterror əməliyyatları da Azərbaycan ordusunun gücünü, qüvvətini bir daha dünyaya göstərdi. Bu döyüşlər qalib xalq, qalib dövlət imzini formalaşdırdı. Azərbaycan dövlətinin bütün dünyada anlayışı üzar etdi. Sözsüz ki, bu qələbənin memarı, bu ideyalı siyasi xəttin təşkil edən möhtərəm cənab prezident, onun ətrafında sırf birləşən qəhrəman şəhidlərimiz, qazilərimiz, veteranlarımız və bu gündə bu müqəddəs missiyanı uğurla davam edən qəhrəman Azərbaycan ordusudur. Mən bir daha şəhidlərimizə Allah'a rəhmət diləyirəm, qazilərimizə, veteranlarımıza can sağlığı arzulayıram, rəşadətli Azərbaycan ordusuna uğurlar diləyirəm. Hər biri sağ olun. Və bu Ceylan xanım, mən sizə təşəkkürümü bildirirəm ki, şəhid anılarına dəstək İctimai Birliyi bir neçə il ərzində fəaliyyəti göstərməyinə baxmayaraq çox böyük bir yol keçib, şərəfli bir yol keçib, xüsusən müharibə həqiqətlərini, şəhidlərimizin tanıdılmasını, gənclərimizin vətənə, torpağa, dövlətə bağlı ruhunda tərbiyə olunması baxımından çox böyük işlər görür. Ona görə sizə təşəkkür bildirirəm və şəhid ailələrinin hər birinin qarşısında baş əyib şəhidlərimizə bir daha Allah'tan rəhmət diləyirəm. Sağ olun. Söz verilir Milli Məclisin deputatı, hörmətli Elnara Hakimovaya. Xoş gördük əziz şəhid anaları, əziz qazilərimiz, hörmətli rəsmilər, hörmətli tədbir iştirakçıları.
Bugün çox tarixi tarihimizdə xüsusi çəkisi olan, rolu olan bir hadisənin işığına 10 illiyinə toplaşmışıq. 28 il ərzində biz daha tez-tez bu ifadəni işlətməyi sevirdik. Lazım gəlsə, üzüz torpaqlarımızı yağı tapdağından xilas edərik. 4 aprel məhz həmin məqamın gəlib çatdığı bir tarixi dönüş anı idi. Əlbəttə, 1-ci Qarabağ Savaşında mən bunu hər zaman, hər çıxışımda dönə-dönə vurğulayıram. 1-ci Qarabağ Savaşında da bizim bu cür fədailərimiz canlı ilə, qanlı ilə bu torpağı qorumağa, bütün ləyaqəti ilə atılan oğullarımız az olurdu. Və onların sayəsində bizim hər tariximizə elə o zamanda çox mühüm məqamlar, tarixi anlar yazıldı. Sadəcə həmin dönəmdə qələbənin qazanılması üçün mühüm olan bir amil yox idi. Xalq, ordu və iqtidar birliyi. 2-ci Qarabağ Savaşında məhz onunla fərqlənə bildik ki, biz bu vəhdətə nail ola bildik. 4 aprel məhz həmin tarixi məqamın başlandığı bir dönüş məqamı idi. Biz bu məqamın başlanması ilə əslində xalqın içərisindəki o emosiya potensialının üzə çıxdığına şahid olduq. Biz xalqın içərisindəki bu torpağın hər qarışını sevmək məramının nə qədər uca tutulduğunun şahid olduq. 4 aprel hadisələri bizim təbii ki, xalqın üzərindəki ora qara ləkənin götürülməsinin bir başlanğıcı oldu, amma eyni zamanda o bizim bütünlükdə siyasətimizdə, mədəniyyətimizdə, ədəbiyyatımızda tam yeni bir diskursun gətirilməsinin başlanğıcı oldu və bugün də biz əgər qələbə sözünü işlədiriksə, biz zəfər sözünü işlədiriksə və bunun ardınca gələn qələbə ilə bağlı bir çox mühüm terminlərin işlədilməsini bizim lüğətimizdə, sintaksimizdə bu ifadələri işlədiriksə, biz təbii ki, ilk növbədə 4 aprel şəhidlərinə borcluyuq. Mən təbii ki, zəfərlə bağlı çıxan əsərlərə daha həssas yanaşıram və bir qədər də ixtisasımla əlaqədar olaraq bu kitablarla da irtibatlı olarak, xüsusilə mövzusu zəfərə həsr olunan, Qarabağ mövzusuna həsr olunan və keçdiyimiz tarixi yolları bədii təcəssüm filminə çevirən əsərlər hər zaman mənim qarşıma çıxanda, yaxud eşidəndə ki, haradasa belə kitablar çap olunur, mən mütləq bu kitablarla tanış oluram və həmin kitablardan birini bu yaxınlarda oxudum. 2-ci Qarabağ Savaşında, oktyabr ayında Füzuli uğrunda döyüşlərdə şəhid olan tankçı, kəşfiyyatçı Murad Nağıyevin həyatından bəhs edən bir kitab idi. 9-cu mərtəbə yaxın Muradın istirabları adlanan bir kitab. Müəllifi də İlqar Kamil idi. Və həmin kitabda maraqlı bir abzas diqqətimi çəkdi. Müəllif yazır ki, şəhid, şəhadət, əşşədur kəlməsi eyni qəbildəndir və mənası təsdiq etmək deməkdir. Biri var ki, sən ən dəyərli olduğun bir şeyi dilinlə, sözlərinlə təsdiq edirsən. Biri var ki, bunun nə qədər dəyərli olduğunu malınla, verdiyin hər hansı bir sərvətinlə təsdiq edirsən. Biri də var ki, sən sənin üçün bir torpağın, bir vətənin nə qədər dəyərli olduğunu öz canınla təsdiq edirsən. Və vətən üçün, vətəni sevməyin təsdiqi və bunun üçün verdiyin o axıtdığın qan mənə elə gəlir ki, təsdiqlərin ən ünlüsüdür, ən böyüdür. Nə çoxdur yer üzündə torpaqlar. Vətən onun uğrunda qan töküldüyü anda vətənə çevrilir. Böyük olur, amala çevrilir. Ceyran xanım dedi, bugün bizim yetişən gənclərimizlə bağlı, bugün onların məramlarıyla bağlı, bəli. Bugün biz azad etdiyimiz torpaqlarda abadlıq işləri aparırıq, yeni binalar qururuq, infrastruktur layihələri həyata keçiririk. Təbii ki, bütün bunlar gözəldir, bircə şəhidlər heç bir zaman dönməyəcək, onlar əbədi gediblər. Amma bu əbədiyyətin bir dönüş anı məhz bizim gənclərimizin həmin ideal ki, onlar vətən uğrunda öz qanlarını tökərək bu həyatın mənəvi o məhəc daşına toxdurublar. O idealı qorumaqdır. Vətənin nə qədər əziz olduğunu, onu əmanət kimi onlara ötürülən o mənəvi estafeti bir dəyər kimi baş ucunda tutub qorumaqdır. Ona görə də bugün bizim yetişən yeni nəslin üzərində çox böyük missiya düşür. İlk növbədə tarixi yaddaşı qorumaqla düşür. İlk növbədə əmələ çevirməklə, bir əməl cizgisinə keçirməklə düşür. Ona görə də mən düşünürəm ki, bugün həm bizim dərsliklərimiz, həm yazılan yeni ədəbiyyatımız, həm də tarix dərsliklərimiz ki var, doğrudan da bugün yetişən yeni gəncliyin məhz həmin prioritet istiqamətdə yetişməsinə o aparan yolu
açmağı və onların guşə daşına vətəni sevməyi bir təməl prinsip kimi qarşısına qoymağı bacarmalıdır. Allah bütün şəhidlərimizə rəhmət etsin. Doğrudan 4 aprel şəhidləri bizim o xalqın üzərindəki qara ləkəni silməyi bacardı, amma eyni zamanda vətəni sevməyi, nə qədər bir qürurlu olmağının və tarixi taleyimizdə nə qədər böyük bir rol oynamağının bədii sərnaməsinə çevrildi. Vətəni bu torpaq üçün, Qarabağı, bu torpaq üçün vətəni çevirən bütün oğullarımızın ruhu şad olsun deyir. Dəvət olunur Milli Məclisin deputatı Rizvan Nəbiyev. Hoş geldiniz. Əziz şəhidlərimizin dəyərli ali üzvləri, əziz qazilərimiz, xanımlar və cənablar, hörmətli tədbir iştirakçıları. Biz şanlı zəfərimizi aparan çox mühüm bir tarixi hadisə, aprel döyüşləri haqqında fikirlərimizi bölüşdük və bu hadisənin 10 illiyini yad eləmək məqsədinə müraciət etmişdik. Aprel döyüşlərinin həm hərbi müstəvidə, həm diplomatik müstəvidə, həm siyasi müstəvidə, eyni zamanda Ermənistan-Azərbaycan münaqişəsinə nisbətdə beynəlxalq münasibətlər sistemində yaratdığı dövüşlə bağlı çox qısaca fikirlərini bölüşmək istəyirəm. Aprel döyüşlərindən Azərbaycan ordusu hərbi müstəvidə sübut elədi ki, biz 2000 hektarlıq bir ərazini azad eləməklə, 2000 hektar bizim üçün o qədər əziz, o qədər doğma səslənirdi həmin dövrdə. Çünki həmin hadisələrə qədər biz yalnız torpaqlarımızı itirirdik və bizi işğalla barışmağa məcbur edirdilər. Və bu ərazilərin bəlkə də miqyası kiçik olsa da, amma onun hərbi müstəvidə yaratdığı əksada çox böyükdür. Bununla Azərbaycan ordusu sübut elədi ki, Müzəffər Ali Başqanından Prezident İlham Əliyev prezident seçiləndən sonra keçən müddət ərzində hansı ordu quruculuğunu həyata keçirir və həmin ordu şanlı əskərlərimiz öz döyüş qabiliyyətini sübut elədi və sübut elədi ki, biz işğal altında olan ərazilərimizi hərbi yolla azad etməyə qadirdir. Və bundan sonra Cocuq Mərcanlıda həyat başladı. Yəni, hərbi müstəvidə olur, eyni zamanda onlar bir neçə həftə keçəndən sonra Cocuq Mərcanlıda təhlükəsiz tədbirlər həyata keçirir və həyat orada öz axarına qayıdır. Diplomatik müstəvidə verilən mesaj bundan da kəsərliydi. Azərbaycanın ali rəhbərliyi göstərdi ki, siyasi müstəvidə o yaradılan status quo kövrəkdir. Bu status quo beynəlxalq hüququn pozulması əsasında yaradılır və bizi ona məcbur edə bilməzlər. Və biz həmin status quo-nu hərbi əməliyyatlarla dəyişmək və beynəlxalq hüququ əsaslanan yeni status quo yaratmaq gücündədir. Siyasi müstəvidə bu münaqişə ilə məşğul olan ATƏT Minsk qrupuna və yaxud da ki, digərlərlə BMT üzvü olan o 193 üz dövlətə mesaj verildi ki, Azərbaycan işğalın nəticələrlə barışmayacaq. Biz diplomatik müstəvidə, danışıqlar müstəvisində gücümüzü sınadığımız qədər hərbi müstəvidə bunu sınamağa qadirik və bunun üçün bizim ordumuz tam şəkildə hazırdır. Və beynəlxalq münasibətlər sistemində də bunun hər birindən bağlı verilən mesaj göstərdi ki, 2020-ci il hərbi əməliyyatları elə uzaqda deyil. Çıxışlar zamanı, məndən əvvəlki hörmətli atıqlarımızın çıxışları zamanı mənim diqqətimi başqa bir məsələ cəlb elədi. Aprel döyüşləri 4 gün davam elədi, 4 il sonra Vətən müharibəsi oldu və bu Vətən müharibəsi də 44 gün davam etdi. Bilmirəm, bu artıq nəyəsə yol açır, bəlkə bunun haqqında düşünməyə dəyər, amma nəticə nədir? Biz ərazi bütövlüyümüzü, suverenliyimizi qəbul etdik. Bu siyasi leksikonlar, beynəlxalq hüquq sistemində işlənən bir ifadədir. Amma bunun el arasında bir-birimizə verdiyimiz göz ayrılığından bağlı mənası Müzəffər Ali Başqanından Cənab İlham dediyi kimi bu həm də bizim milli ləyaqətimizin bərpasıdır. Həmin milli ləyaqətin bərpası üçün də biz şəhidlərimizə borçluyuq. Onların yetişdirən analara borçluyuq. Onların ailə üzvlərinə borçluyuq. Biz hər bir əskərimizə, qazimizə borçluyuq. Ona görə yaşasın zəfərimiz, yaşasın Müzəffər Ali Başqanında, yaşasın Azərbaycan. Eşq olsun. Sizlərə Səhniyə dəvət olunur. Aprel döyüşlərinin iştirakçısı Qazi Əhliyyət Mehdiyev. Alkışlarınız var. Dəyərli qazilərimiz, çox dəyərli komandirlərimiz,
dəyərli rəsmlər və əziz gənclər, sizlərin hər birinin şanlı zəfər tariximizin başlanğıcı olan aprel döyüşlərinin 10-cu il dövrünə həsr olmuş tədbirin açılış mərasimində qəhrəman ölçü qazi qardaşlarım adından salamlayıram. Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyündə canından keçən bütün qəhrəman şəhid qardaşlarımıza Allahdan rəhmət edirəm. Ruhlar qarşısına baş əyirəm. Qazilərimizə Allahdan möhkəm can sağlığı arzu edirəm. Bugün səngərdə dayanan qəhrəman əskər və zabitlərimizə möhkəm güc, qüvvət, daimi zəfər arzu edirəm. Yaşadığımız torpaqları babalarımızla yadelli şahsılardan qorumuşdur. Bizlər Vətən müharibəsində 1988-1994 illərdə döyüşən Ferid Asi, Şirin Mirzəyev, Alaverdi Bağırov, Yılmar Edilov, Əlif Hacıyev, Vəzir Oruzov, Ramiz Qəmbəlov, Müşfiq Abbasov, Raqib Oruzov kimi kişilərin övladları və davamçıları. Aprel döyüşləri 1994-cü il atəşkəsindən sonra cəbhədə baş verən ən şiddətli döyüşlər oldu. Aprel ayın biri pik bir həddə çatdı düşmən təxribatı və nəticədə Müzəffər Ali Başkomandanın qətiyyətli döyüş əmri Azərbaycan ordusu düşmən təxribatının qarşısını almaq üçün əks hücum həmlə tapşırıcı etdi. Cəbhənin cənub istiqamətində, Füzuli Zəbrayı istiqamətində Lələtəpə yüksəkliyi işğaldan azad olunması və şimal istiqamətində, Goranboy Tərtər Ağdərə istiqamətində tarih sürələri işğaldan azad olunması Ermənistan ordusunun 20 ildən artıq formalaşdırmış olduğu mifi darmadağın etdi. Qısa müddətdə yuxarı komandanlıq qarşımıza qoyduğu tapşırıqlar yüksək dəqiqliyi ilə icra etdik. Düşmən səngərlərinə düşdük, hansı ki bizlərin şok atəşləri ilə düşmən əskərləri çarpbaş qaldı. Və biz qısa müddətdə qarşıya qoyulan tapşırıqları uğurla icra etdik. Əziz gənclərimiz, aprel döyüşləri nəticəsində Azərbaycan ordusu bütün dünyaya, o eyni zamanda düşmənin Ermənistana Azərbaycan ordusunun gücünü göstərdi. Qarabağın əsl sahiblərinin kimlər olduğunu göstərdi. Və 2000 hektardan artıq torpağımız azad oldu. Eyni zamanda 10.000 hektarlarla torpaq Azərbaycan ordusunun nəzarəti altına keçdi. Əldə etdiyimiz bu qələbəni bizlərə ardınca deməyə bacaraq. Qrovqardlar, sənəd kəşfiyyatçı Raqib Oruzov, Səngər generalımız şəhidimiz Polad Həşimov, şəhidimiz Şükür Həmdov, Briqada komandirimiz Milli Qəhrəman Murad Mirzəyev, Qərəgər rəsimiz Milli Qəhrəmanımız Mayor Samid İmanov, Süd Tənaflı Qüvvələrin Kəşfiyyat rəisi Polkovnik Buqay Yusubov, Tabur komandirimiz Mühüd Oruzov, eyni zamanda digər qəhrəman komandirlərimizə qoşulur və eyni zamanda bizlə çiynə döyüşən Pəncəli Temurov, Abdullah Babək, Namazov Elbi, eyni zamanda Elmar Səfərov, Mulan qardaşımız, Elbi Namazov kimi qəhrəman qardaşlarımıza borçluyuz. Eyni zamanda heç şübhəsiz bu döyüşlərin qalibi 18-19 yaşında heç Qarabağın üzünü görməyən, amma bütün mənəviyyatı ilə bu torpağa bağlı olan Orxan, Seymur, Mahir, Şulan, Cabbarxan, Əbdülməzid kimi onlarla qəhrəman Azərbaycan əskərləridir. Əziz gənclər, bizlərin üzərində tarixi missiya düşür. Bizlər babalarımızdan bizə əmanət qalan, şəhidlərimizdən bizə əmanət qalan, şəhidlərimizin qanı ilə yoğrulan, Ulu Öndərimiz Heydər Əliyevin uğurlu siyasəti ilə dünyada tanınan, Ali Başkomandanımız İlham Əliyevin müdiri siyasəti ilə tarixi zəfər çalan və günü-gündən qüdrətlənən Azərbaycan mənafeyi üçün öz bilik və bazarımızı daim inkişaf etdirməliyik. Hər birimizin arzusu Azərbaycan gənclərinin milli mənəvi dəyərlərə sadiq, yüksək əxlaqi mənəvi keyfiyyətlərə malik, imanlı, mənəvi, psixoloji və fiziki cəhətdən sağlam gənc kimi yetişməsidir. Gənclərimizin qəhrəman şəhidlərimizi, qazilərimizi, qəhrəmanlarımızı örnək götürməsidir. Qəhrəmanlar ölmür, onların ömrü əbədidir. Hansı xalq ki, tarix səhifəsindədir, o öz qəhrəmanlarına minnətdardır. Mən qazi qardaşlarım adından, Azərbaycan gənclər adından şəhid analarımıza səslənirəm. Əziz analarımız, sizlər bizim baş tacımızsınız. Hər birimiz sizin övladlarını, sizlərin əllərinizdən öpürük və qarşınızda baş əyir. Xanımlar və cənablar, tədbirimizin bədii hissəsinə keçid etmək istəyirəm. İlk olaraq səhnəyə dəvət olunur. Sumqayıt şəhər 23 sayılı Texniki Fənlər Təmayüllü Liseyin xor kollektivi, bədii rəhbər Maya Heydər qızı. Alqışlarınızla buyursunlar.
kimi gələcək nəsilləri bax, bu arada bu yerdə böyütmək lazımdır, vətənpərvər rolda böyütmək lazımdır. Gəlin, məktəbin bütün kollektiv ürəkdən almışlayaq, çox olsun Maya xanım və şəhərimizdə ən xırda gələn məktəb, Respublika səviyyəsində olan gözəl bir məktəb, 23 saylı məktəb. Davam edirik. Səhnəyə dəvət olunur Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fəhmi Şahyar. Bizim güman yedi, torpaqları alın geri. Qarabağa gider bile Azərbaycan əsgərləri, Azərbaycan əsgərləri. Oğul varsa vətəndə var, şehir varsa torpaqda var. Sözleri deyip babalar Azərbaycan əsgərləri, Azərbaycan əsgərləri. Gürurumuz zəfərimiz, ulu köklü ərəbəsiz. Ana bacı qeyrətisiz Azərbaycan əsgərləri, Azərbaycan əsgərləri. Gürurumuz zəfərimiz, ulu köklü ərəbəsiz. Ana bacı qeyrətisiz Azərbaycan əsgərləri, Azərbaycan əsgərləri. Allah sizləri qorusun, müzəffər vətən ordusu. Göstərin qolunuz olmasın Azərbaycan əsgərləri, Azərbaycan əsgərləri. Ana torpağa ibadət, şəhid qəbri bir ziyarət. Torpaq üstə qan şəhadət, ak yolundan dönmə geri Azərbaycan əsgərləri. Gürurumuz zəfərimiz, ulu köklü ərəbəsiz. Ana bacı qeyrətisiz Azərbaycan əsgərləri, Azərbaycan əsgərləri. Gürurumuz zəfərimiz, ulu köklü ərəbəsiz. Ana bacı qeyrətisiz Azərbaycan əsgərləri, Azərbaycan əsgərləri. Gürurumuz zəfərimiz, ulu köklü ərəbəsiz. Ana bacı qeyrətisiz Azərbaycan əsgərləri, Azərbaycan əsgərləri. Gürurumuz zəfərimiz, ulu köklü ərəbəsiz. Ana bacı qeyrətisiz Azərbaycan əsgərləri, Azərbaycan əsgərləri. Azərbaycan əsgərləri. Sən zəfərlə dön geri. Mən də olsun, bütün şəhidlərin qarşısında baş əyirəm, şəhidlərimizin ruhusu qarşısında baş əyirəm. Allah bütün qazilərimizə can sağlığı versin. Yaşasın Azərbaycan əsgəri, yaşasın Azərbaycan ordusu, Ali Baş Komandanımız. Bir daha hər birinizə dərin təşəkkürü bildirim, dəyərli şəhidlərim. Rəqs qrupu. Kompozisiyanın müəllifi və bədii rəhbər Vüqar Cəfərov.
Səhnəyə dəvət olunur. Sumqayıt Dövlət Dram Teatrının aktyoru, tərəqqi medalçısı Habil Xanlarov. Torpaqlarımızın azadlığı uğrunda öz canlarından keçən oğul və qızlarımızın ruhları qarşısında və bütün şəhid ailələri qarşısında baş əyir. Dünyaya səs salan Azərbaycan ordusunu gürültülü alqışlarla alqışlayan vətən hər zaman etibarlı igid cəngavər Azərbaycan ordusunun əlindədir. Səhnəyə dəvət olunur Dərviş qrupu, Xudayar təsnifi ilə. Qiraətçilər Ümid Abbas Nihani, Kamran Muradlı, xanəndə Zeynal Əhmədov. Alqışlarınızla qarşılayaq. Gözəl, dur çıx görüşünə, qatına bir qərib gəlir. Səngərin gülü bitmədi, gülləsini dərib gəlir. Baxma ki, əli soyuyur, ağır yol gəlib uyuyur, köynəyini qanla yuyur. Sinəsinə sərib gəlir. Gözlərinə dolub getdi, məhəbbətin olub getdi, ürəyini alıb getdi, həyatını verib gəlir. Vaxt yetdi, ara yaylağı, uyumsan hara yaylağı, dur bağla qara yaylağı. Elçilərin durub gəlir. Saxla ürək sözlərini, torpağa qoyun gözlərini, öp doyunca gözlərini, Qarabağı görüb gəlir, Qarabağı görüb gəlir. Saxla ürək sözlərini, torpağa qoyun gözlərini, öp doyunca gözlərini, Saxla ürək sözlərini, torpağa qoy dizlərini.
Dram Teatrı'nın kuruluş rejisörü Ümit Abbas'ıydı. Alkışlarınız bir daha. Teşekkür ederim. Güzel kompozisyona göre. Sergiye dəvət olmuş beynəlxalq müsabiqələr laureatı gənc müğənni Əli Əliyev. Buyursun. Sana, sen karışa
rejissor Ümid Abbas'ın Medalyon piyesi əsasında hazırlanmış kiçik bir tamaşanı izləyək. O benim kızım, iftiharım, ilahi yalvarım. Ben onsuz koymam. Ben seni gözlüyorum ata. Sen benim tanrımımsın. Eğer şehit olsam bile yine de benim tükenci yaşayacağım ata. Seherden aç pencereni yakmışsın. Özlük dileyim. Ana, ben ata gözlüyorum. Bir seni de tartışacağım. Bir de benden gelip de böyle Тематика елдики, ничего не переживайте, не переживайте. Azerbaycan'ın Karayip. Bu her defolu gören de ben yaptım. Gelmeyin. O pislik yolu burada göreceğim. Kızım, sen yakanı yaşlanmıyorsun. Bilirsen ki hiç o seni yaktan çıkarmaz. Başıya gitti çok karışık. Başı açılan gibi müddet sen görecek. Ben emret ki, gönderdiğim medalyon ona çatır. O medalyon onu koruyor. Dikkatli ol. Allah, buyurun. Sevda. Hemen. Kerim. Kerim, Necesin? Kerim sesine kurban. Yaşam sen necesin? Atandı, benim hemen alışım. Atandı, necesin? Dağıtmışım da senin için. Yakşıyam kızım. Yakşıyam. Ben de senin için dağıtmışam. Derslerin nesin? Ata, dağıtmışam. Senin için gönderdiğim medalyon çattı. He. Çatıyor. Hele bu deyip ona bakıyor. Kızım, bir biraz ben alışım. Sağ ol ata. Özünden mukayyet ol. Sen de kızım. Kerim, Sen. Kerim, sağ baktın necesin? Sevda. Kenara çekil. Şöyle çıkmasın. Diyeceklerim var. Danış. Sevda. İşte ben şehit olsam ağlam. Başına düştü. Kerimlere danışma. Sen bize sağ salamat kaybedeceksin. Sevda. İnşallah. İnşallah sağ salamat kaybedecek. Tam da sağ salamat kaybedecek. Gene de müjdesini kaybedecek. Ama değilim ha. Ağlama. Başını düştü. Özünden de. Uşaktan da buraya koy. Kerim, nefessin. Kerim canım burada. Kerim ne oldu? Kerim!
Onlar şehit oldu. Yaxşı bilirik, taş ol. Siz bir yol tapıp çıkın buradan. Ben bunları başkasından razı olun. Boş danışma. Bir yerde gelmişik, bir yerde çıkacak. Vaktimiz yok, bunu uzatmıyor. Dedim boş danışma. Gökhan! Bakın, benim hiç için yok. Ölsem baksam kalmayan oluyor. Ama sizin aleviniz var, sizi gözleyen var. Ne olur, hiç olmasa imkan verin. Bir nefese xeyrim değilsin, ne olur. Dedim boş danışma. Bir yerde gelmişik, bir yerde çıkacak. Başa düştün. Dikkatli olun. Mevki alın. Buranı korumalıyım. Buranı korumalıyım. Azerbaycan'dır! Azerbaycan'dır!
müəllimimiz səhnəyə dəvət olunur. 9-cu muğam müsabiqəsinin finalçısı Yusif Cəfərbəyli. Alqışlarınızla buyursun. Sevgilim sen ya çıkan, burada gel işte.
bir daha şahit olduk ki tarih sadece hatırlanır, tarih yaşadılır, hiss olunur, gururla çevrilir. Teşekkürlerimiz var, borcumuzu səsləndirməliyik. Zəfərə gedən yol 10 il adlı tədbiri Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Şəhid Analarına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə təşkil olunmuşdur. Bu tədbirin keçirilməsində əməyi olan Şəhid Analarına Dəstək İctimai Birliyinin sədri hörmətli Ceyran xanım Həsənovaya bir gürültü almışdır çəkirəm sizdən. Abşeron Qızı Regional Mədəniyyət İdarəsinə alqışlarınız. Sumqayıt Dövlət Dram Teatrının direktoru hörmətli Samir müəllim və teatr kollektivinə xüsusi təşəkkürləriniz. Davam edir, əlbəttə, səhniyə dəvət olunur Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Gənc Leyli Gülzar Fərəcova alqışlarınızla. Gönül
ruhlu alkışlar rica edirik. Ve bir hakkı da vurgulamak istəyirəm. Bugün milli qəhrəman Şükür Həmidovun doğum günüdür. Qəbri nurla dolsun, Allah ruhunu şad eləsin. Qarabağ Azərbaycandır. Gəlin kollektiv ürəkdən bir daha alkışlayaq. Yaşasın müstəqil Azərbaycan. Eşq olsun Azərbaycan ordusuna. Yaşasın Ali Başkomandan Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev. Allah şəhidlərimizə rəhmət versin, məkanları cənnət olsun. Allah sizləri qorusun, Allah Azərbaycanımızı qorusun. Yəni, təbrin mənə elə gəlir ki, möhtəşəm keçdi. Bu işlər mənə dəstək olan bütün dövlət qurumlarına, xüsusən bu teatrın aktyor heyətinə, ifaçılarımıza, sözümüzü yerə salmayıb gələn bütün ifaçılara öz təşəkkürümüzü bildiririk. Allah hamınızı qorusun, Allah onları da qorusun.